Sumqayıt şəhər beton zavodu adlanan ərazidə vəziyyətin azancaqlı olması ilə bağlı redaksiyamıza müraciət olunub. Bölgə TV-yə daxil olan məlumatda deyilir ki, 20 nömrəli marşrut xəttinin hərəkət etdiyi yolda əsas problem kanalizasiya sisteminin işləməməsi və marşrutun olmamasıdır. Bu barədə ərazidə yaşayan sakinlər və şəhid ailələrinin üzvlərindən birinin bildirdiyinə görə, kanalizasiya xəttlərinin mütəmadi daşması ciddi antisanitar vəziyyət yaradıb. Daşan kanalizasiya suları küçələrə və yaşayış evlərinin həyətlərinə yayılaraq yol tamamilə yararsız hala salır. Bu vəziyyət nəqliyyatın hərəkətinə mane olur. Piyadalar üçün təhlükə yaradır. Eyni zamanda ətraf mühit və insan sağlamlığı üçün ciddi risklər doğurur. Məsələ ilə bağlı ərazidə yaşayan şəhid ailələri Bölgə TV-yə müraciət edərək bildiriblər ki, problemlə əlaqədar dəfələrlə aidiyyatı qurumlara məlumat veriblər. Lakin onların müraciətləri uzun müddətdir nəticəsiz qalır. Konkret addımlar atılmır. Şikayətçilərin sözlərinə görə, kanalizasiya sisteminin işləməməsi yolun bugünkü bərbad vəziyyətə düşməsinin əsas səbəbidir. Hətta çirkəb suların həyətlərə dolması səbəbindən gündəlik həyat normal şəkildə davam etdirilə bilmir. Sakinlər, xüsusilə də şəhid ailələri Sumqayıt şəhər bələdiyyəsinə yazılı şəkildə müraciət etdiklərini və problemin köklü şəkildə həll olunmasını tələb etdiklərini bildirirlər. İki şəhidin yaşadığı yaşayış masivində hadisələrin bu cür cərəyan etməsi həqiqətən də azancaqlı vəziyyət hesab olunur. İnanırıq ki, aidiyyatı qurumlar məsələyə biganə qalmayacaq və problemin həlli üçün dərhal ciddi addımlar atacaqdır. Rəna Rövşənqızı, Bölgə TV. Xahiş edirəm sizə. O yollarımız bax belə gündədir, pis gündədir. Nə maşın gəlir bura, nə taksi gəlir. Bura məhəlləyə heç nə gəlmir. Bərbad gündədir. Naxarstör beton zavod ərazisi, 20 nömrənin yolu. O bərbad gündədir. Kimə deyirik, baxan yoxdur. O görürsünüz. Yollar da bərbad gündədir. Onun yayı var, qışı var, körpəsi var, yaşlı adamlar var. Geçin, balot oldu. Naxarstana görə bax belədir. Sumqayıtın bələdiyyəsi yaxınlaşdırıq deyib, baxmırıq deyib. Mən belədir, elədir. Hələm onun planları yoxdur. Abağa kimi bu planda olacaq. Görürsünüz də nə günlərdir. Yaşayış da bax belədir. Hər gündə burada yağanda belə. Ancaq sapoqla. Yağış yağdı, günümüz qaradı. Ancaq sapoqla gəzirik. Bərbad gündədir, baxan yoxdur. Sumqayıt şəhər beton zavod ərazisi, 20 nömrənin yolu. Görürsünüz, özünüzə şahidsiniz də nə gündədir. Albert kanalda çağırmışdım, İsveçrə çağırmışdım. Gedəndən sonra gedə qardaş, 3 ay düzələcək. O 3 ay, bu 3 ay. O nə gündədir. O görürsünüz nə gündədir. Yoxqa. O görürsünüz. Xahiş edirəm sizdən. Sizə də çox-çox xahiş edirəm. Bu yollara bir dənə baxırsa. Allah qadır deyəcəm. Palçıq gündədir. Yağış yağdı. Bizim gölümüz bax belədir. Gölümüz ancaq belədir. Bu Naxarstör beton zavod ərazisi, 20 nömrənin yolu. 20 nömrənin yoludur. Sumqayıtın bələdiyyəsinə yaxınlaşırıq. Bələdiyyə bizi yola verir. Bütün qonşular yığışmışıq, getmişik oraya. Deyirlər qardaş, gözləyir. Abağa kimi gözü var. Göz qabağındadır. Özünüz də şahid olur.